şəkli Harvard sualı kimi gedir, lakin olimpiadalarda falan çox qarşımıza çıxan suallardan biridir bu sual. Belə suallarda birinci ilə sonuncunu götürüb bir-birinə vururuq. X plus 1 vurulmuş x üstə gəl 7 və ikinci ilə sonuncunu bir-birinə vururuq. Gəlin içine yazım. X plus 3 vur x plus 5 bərabərdir 9'a. İndi gəlin vurub açalım. X'i x'e vuranda x'in kvadratı üstə gəlinmiş. 1'i x'e vuranda 1x, x'i 7'ye vuranda 7x. 1x ilə 7x'i toplayanda 8x üstə gəl 7. Bu birinci mötərəzəmiz. Vurulmuş ikinci mötərəzəmizdə də eyni qayda x'in kvadratı üstə gəl 8x üstə gəlinmiş 15 bərabərdir 9'a. Fikir versək uşaqlar. Burada x'in kvadratı üstə gəl 8x ilə x'in kvadratı üstə gəl 8x eynidir. Düzdürmü? Onda yazaram qıraqda ki x'in kvadratı üstə gəl 8x bərabərdir 1 t'yə. Qoydum qırağa yazıram. T üstə gəl 7 vurulmuş t üstə gəl 15 bərabərdir 9'a. Yine vurub açıram. T'nin kvadratı üstə gəlinmiş. 5'in üstünə 17 gələndə 22t üstə gəlinmiş. 7'ni 15'e vuranda 5, 7, 35. 3 yadda 7 birim 7. 3 də yadda 10. 105 bərabərdir 9'a. Burada da t'nin kvadratı üstə gəl 22t üstə gəlinmiş 105 minus 9 bərabərdir 0'a. T'nin kvadratı üstə gəl 22t üstə gəlinmiş 105'dən 9 çıxanda neçə eləyir? 96 bərabərdir 0'a. İndi diskriminantı hesablayanda 22'nin kvadratı çıx 4 vur 96 bərabər olmalıdır 100'e. Yəni 10'un kvadratına. T1'i tapanda 22 çıx 10 böl 2. T2'ni tapanda 22'nin əksi. Mənfi 22 üstə gəl 10 böl 2 şəklində. 22'dən 10 çıxanda ikisidən mənfi toplanılır qarşısına mənfi işarəsi yazılır. 2'yə böləndə mənfi 16. Biri mənfi bir müsbət olanda böyükdən kiçik çıxılır. Böyüyün işarəsi yazılır. Mənfi 22'dən 10'u çıxanda mənfi 12 böl 2 eləyəcək mənfi 6. Aparıb əvəz etdiyim yerə t'ni yerinə qoyuram. Olur. X'in kvadratı üstə gəl 8x bərabərdir 1 mənfi 16. Bir də x'in kvadratı üstə gəl 8x bərabərdir mənfi 6'ya. Ayrı-ayrılıqda bunları həll edirəm. X'in kvadratı üstə gəl 8x üstə gəl 16 bərabərdir 0'a. Bu görürük ki, müxtəsər vurma düsturdur. X üstə gəlinmiş 4'ün mötərizədən kvadratı bərabərdir 0'a. X üstə gəl 4 0'a bərabər olur. X də bərabər olur mənfi 4'ə. 2 kökümüz bərabərdir. Onlardan biri 1, 2 kökümüz mənfi 4'dür. İkincini həll edirəm. X'in kvadratı üstə gəl 8x üstə gəl 6 bərabərdir 0'a. Buradan diskriminant həll edəndə 64 çıxılmış 24'ə bu eləyəcək neçə? 40. 64 alt 4'üm 24'ə. X birimizi tapanda bu da nəyin kvadratıdır? 2 kökdə 10'un kvadratıdır. X biri tapanda mənfi 8 üstə gəl 2 kökdə 10 böl 2. Hər bir həddi 2'yə böləndə mənfi 4 üstə gəl kökdə 10. X2 də bərabər olacaq. Mənfi 8 çıx 2 kökdə 10 böl 2. Bu da eləyəcək mənfi 4 çıx kökdə 10. İndi uşaqlar baxın. Burada bir-birinə vuranda x-ları neçə dənə kök eləyəcəkdi? 4 dənə kök eləyəcəkdi. Ona görə yazıram. X1'imizlə X2'miz bir-birinə bərabər idi. Yəni X1 oldu mənfi 4, X2 də oldu mənfi 4. X3 oldu mənfi 4 üstə gəl kökdə 10, X4 oldu mənfi 4 çıx kökdə 10. Bu ifadənin 4 dənə kökü var. Bəzi şagirdlər şifahi həll eləyib göndərmişdilər. Amma ki bu riyazi üsulu bu şəkildədir.